Ey Rəbbim, sən mənim bu dünyadakı azacıq bəla və əzablara və dünya əhlinin başına gələn xoşagəlməz hadisələrə qarşı dözümsüzlüyümdən xəbərdarsan. Bir halda ki, bu xoşagəlməz dərd və bəlalar çox sürmür, ötəridir, müddəti azdır. Bəs onda axirətin müsibəti, ondakı böyük xoşagəlməzliklərə necə dözə bilərəm? Halbuki o müddəti uzun olan, daimi və dərdi əzab əhlindən yüngülləşməyən bir bəladır. Çünki onlar yalnız sənin qəzəbin, intiqamın və hiddətindən qaynaqlanır və buna nə göylər, nə də yer tab gətirə bilər. Onda ey mənim ağam, bəs mənim halım necə olar? Mən sənin zəif, zəlil, həqir, möhtac və boyun əymiş bir bəndənəm.